Kızım 3 yaşında öldü. Elə zülümlə saxlamışdım bunun içində. O qədər qonşular çörək verdi. Xətai rayonu Cavanşir küçəsi 10 ünvanında yaşayan Gülnaz Hüseynova 16 ildir ki, oğlu ilə birgə bu vaqonda sığınacaq tapıb. Bir otaqlı balaca vaqonun nə istilik sistemi, nə də kommunal imkanları var. Üstəgəl tez-tez borca görə elektrik enerjisinin kəsilməsini də əlavə etsək, qarlı qış günlərində bu ailənin nələr çəkdiyini təsəvvür etmək çətin olmaz. İşıqlar keçir, belə. Gəl anamın bir dənə opişteli var, ora qaçıram, gəl bacının evinə, gəl burada qonşu var, ora gedirəm, nə bilim, termosa çay gətir. Elə qonşuların yanında, orada, burada. Elə dözülməz şərait ucbatından Füzuli rayonundan qaçqın düşən 2 övlad anası olan Gülnaz Hüseynova 3 yaşlı qızını bu soyuq və rütubətli vaqonda ölümə təslim edib. Digər övladı 20 yaşlı Fuad Kərimov da bu şəraitsiz yerdə sağlamlığını itirib. Epilepsiya və böyrək çatışmazlığından əziyyət çəkir. Əgər tezliklə müalicə olunmasa, Gülnaz xala bu yeganə övladını da itirə bilər. Mənim balam niyə o öldü? İçin zülümlə saxladım. Bu uşaq yemirdi, o uşağa yedirdi yemək. Bacı qardaş evdə qalırdılar. Gecəli gedirdim küçələri süpürməyə. Qəbilcəm miningit oldu, soyuq. İşıqlar keçirdi, qar dizdən idi, möhkəm qar oldu. Ondan sonra uşaq elə miningit oldu. 3-4 ay gəzdirdim, bacılarım kömək elədi, atam veterandı. O pensiyayla sağalda bilmədik. Bu uşaq öldü. İndi də bu uşaq börəkləri atqaz eləyir. Sudurqa olur. Bu dostu Allah'ın olsun. Gediblər harda xalqlarda, hardaydı yıxıldı ki, hay gəldi ki, uşağın yıxılıb ölür. Hə, yıxılıb, skoru gəlib 2 saat ayıldıblar. İndi ondan deyil, görsən ki, başını tutur, əlim belə koyur, ay mama öldüm, çıxır Allahın yanına, başından çox əziyyət çəkir. Fuadın xəstəliyini Azərbaycanda tam müalicə etdirmək mümkündür, lakin imkan olmadığından onun vəziyyəti getdikcə ağırlaşır. Həkimi deyir ki, onun sağalmasının birinci şərti bu rütubətli vaqondan çıxıb normal şəraitdə yaşamaqdır. Bu mən qapını burada həkim ki, mənim dedim həkim, imkanım yoxdur, qurban olum, az pulum var da, buna kömək eləyim bu uşağa, dedi ki, elə bizim də imkanımız yoxdur. Bu uşağın neyse, ondan sonra da bu uşaq dedi ki, mama hara gedirik, pulumuz yoxdur, getmirəm heç. Da bezmişəm belə yaşamaqdan, mən getmirəm, mən aparma. Deyir, başda əsəblik varsa, nervin tutanda vurur ürəyə, ürəyin də təntiyir, dözən bilsən əsəb elə. Ağır olmaz, deyir, iş olmaz. Çox əsəbləşmə, əsəbləşəndə birdən ürəyin dayanır. Deyir ki, pensiya kəsdir, mənim də imkanım yoxdur. Bu sığınacağın insan sağlamlığı üçün nə qədər zərərli olduğunu sübut etməyə ehtiyac yoxdur. Vaqonun altı nəm torpaq olduğundan rütubət içəridə də hiss olunur. Nəmişlikdən yaranan həşəratlar da onlara rahat yaşamağa imkan vermir. Kirisa əlimi dişlədi 2 dəfə, zarajen elədi, Balensiya getdi. Kiris o əlimi kəsmişdi, zəhərlənmə vermiş. Pişiklər ona görə də 2 dənə də pişiyi saxlayırıq ki, polun altındadır. Hamısı bağlayıb. İnan ki, qoymazlar, bir yanda çörək, bir şey qalar. Pis vərdişlərin audətçisi olan ərindən illər öncə ayrılan Gülnaz Hüseynovanın yeganə arzusu oğlunu müalicə etdirmək və onu daha yaxşı şəraitdə saxlamaqdır. Ayda 180 manata xadimə işləyən bu qadın aldığı pula nə şəraitini dəyişdirə, nə də ki, oğlunu müalicə etdirə bilmir. Öz dili ilə desək, indi onun yaxşı insanların yardımına ehtiyacı var. O maaşı da alıram, gəh buna dərmana, gəh özüm ürəyim ki, bala belə azar, özümün ürəyimdə ki, xəstədir. Hə, nə bilim, Allahdan kömək istəyirəm. Bir də prezidentimlə məni görsün, bu vəziyyətimi balama görə mənə ev versin. Bir ev versin, heç olmasa mən balamın işləyim, müalicə elətdirim. Qeydiyyatı olmadığı üçün sosial yardım almaq imkanından da məhrum qalan kimsəsiz qadını Xətai rayon icra orqanları qeydiyyat almaqdan imtina edirlər. Deyir ki, ev üçün icra hakimiyyətinə, Qaçqın.com-a, ölkə başçısına belə müraciət etsəm də, hələ də bir səs sorağı yoxdur. Çox gedirəm, getmişəm, hamısı. Faiq müəllimdən çox narazıyam, Xətainin, bizə qaçqınlara baxır. Ondan çox, uşağımız çoxdan çıxardıb. Vəziyyətim lap onda çətindir ki, neçə ildir mənim uşağım üstündən çıxardı, var, inşallah bilmirəm. Deyir, vaqon mənim çotumda deyil. Deyirəm, orada sığınacaq verəydin də yataqxanada. Xəstə olmasına baxmayaraq, Fuad bir neçə dəfə işləyib anasına kömək etmək istəyib. Ancaq səhhəti buna imkan vermədiyindən artıq 1 ildir bu soyuq və qaranlıq vaqonda gününü keçirmək məcburiyyətindədir. Gücü heç nəyə çatmadığından imkanlı şəxslərdən kömək istəyir. Tək arzusu sağlamlığına qovuşmaq və işləyib anasına kömək etməkdir. Cənab prezidentimizdən xahiş edirəm ki, bizə bir ev versin, nə qalmışıq belə. Biz nə var kimi qalmalıyıq. Cənab prezidentimdən bir dənə xahişimiz odur. Deyib anama kömək eləyəməm, qalmışam belə. Mənə bir dənə kömək elə.
yardım istəyəm, xahiş edirəm sizə artıq dərəcədə. Gülnaz Hüseynovanın qonşusu Həsən Əliyev də onların vəziyyətinin acınacaqlı olduğunu bildirir. Hatta özündən gedib metronun yanına. Yazığı skor ilə gətirib aparıb orada ayıldıb götürüb şəhərlə. Xəstə, ikisi də xəstə adamdır da. Qəşəng buna biri verdən otaq versin, getsin yaşasın da. Bir ev versin, heç olmasa mən bağlamam. İmkanlı şəxslər və yaxşı insanlar üçün Gülnaz Hüseynovanın ünvanını bir daha xatırladıram. Xətai rayonu Cavanşir küçəsi 10. Nərgiz Liftiyeva, Məğrur Mərd, Ulus TV. Hamısı